Salam əzizlərim, mən gəldim, getmişdim Mariyadan, Marika Silverdən növbəti təbii daşlardan olanı götürməyə. Mən təbii daşlardan mənim kolleksiyam var və gümüş üstədir. İndi bəziləri deyir ki, əsl təbii daş gümüş üstə ola bilməz. Çünki onlar çox ağıllıdırlar və özlərinin ağıllarını, biliklərini internetdə, sosial mediada təsdiqləyirlər. Hətta onları mən məyus edim ki, hətta almaz və brilyantlar, almazdan yaranmış brilyantlar belə şərq ölkələrində, hətta artıq qərbdə də var, gümüş üzərində işlənilib. Məyus etdim. Bu dəfə də sözü təsdiqləyə bilməm. Nəysə, Mariya bizim yerli Mariyadır. Özümüzküdür, öz malımız. Bir öz malımız, özümünkidir, öz qızımızdır. Rusça bilməyənlər Azərbaycanca müraciət edə bilər. Başqa yerlərdən daha ucuz, brend mağazalardan daha ucuz, amma demirəm, daha 5-3 manata. Amma daha sərsəri qiymətə və əsl gümüş təbii daşlar gətirir. Əlbəttə ki, gümüş olub təbii daşlar olmayanlar da var. Hamısında təsviratında yazır. Bunu açsam xoşbəxt olaram. Əsli Kərəm operasına gedirəm bu arada. Elə taxaram. Belə bir sözün əsl mənasında bahalı daş olan zümrüdlər. Zümrüd çox bahadır. Çox. Ola bilməz gümüş üstündə olsun. De ki siz deyən olsun. Siz gedin bahalı sizi aldadan yerlərdən alın. Onda yaxşı olacaq. Siz buna layiqsiniz. Axı siz çox ağıllısınız. Mən sirkon buradan zümrüd salanan sırğam da var gümüş üstə. Mən zümrüdləri çox sevirəm. İndi deyəcək Hürrəm Sultan da zümrüd sevirdi. Xeyr, Hürrəm Sultanı filmdə zümrüd üzük göstəriblər. Əslində Hürrəm Sultan zümrüdü sevməyib. Onun o əfsanəvi üzüyü hansı ki özünü o dünya özü ilə aparıb qəbirdədir. O brilyantlardan ibarət olub. Bilmirəm nə üçünsə zümrüd kimi göstəriblər. Formasını bilmirəm həqiqətdə necə olub. Bu əsl zümrüdlərdir. Bir dənə də bu tipdə var. Ağ sirkon qaşlarla əhatə olunmuş. Və opera tələsləməyə bu arada. Və belə bir bunun adı Peridanit yadımda qalmayıb. Marika adını taq edəcəm. Buraları da safirdir. Safirlər rəngarəng olur. Tək göy rəngdə olmur. Qırmızı olur, sarı olur, ağ olur. Belə. Bu da bu əsl şıraqlara layiq üzükdür. Bu qara neynəsə mina ilə mı nədirsə işlənilib, üzərindən qara neynəsə gümüşlə işlənilib. Bu isə qızıl su ilə çəkilib. Bu da qızıl su ilə çəkilib, amma qara bilmirəm, yadımda deyil o materialın adı, yalan deməyim. Mənim üzüklərim bu, siz də Mariyadan sifariş edin. Sizin əsl mənası. Təbii olmayanda yazır ki, məsəl üçün sirkondur, təbii daş deyil. Təbii daş olanda yazır, çəkisini yazır. Çəkisi nə qədərdir, bilmirəm. Mariyanın səhifəsinə baxırsınız, neçəyədir qiyməti. Mariyanın səhifəsinə baxarsınız. Belə, Mariyanın xətrini çox istəyirəm. Mariya da mənim kimi özəl övlad anasıdır. Ona görə biz bir-birimizə xüsusi hörmətimiz var. Allah balalarımız olmayan yerdən şəfa versin və cəmi xəstə uşaq analarına və həmin o xəstə uşaqlara baxan ataları, bəzi xəstə uşağı saymayıb, sağlam uşağı sayanlar ataları, xəstə də olsa sevinən deyil, xəstə olmasa da sevinəcək ki, sağalır. Bu da pul verməyəcək. Hələ xəstə uşağına baxmayıb. Dilənçi payı verən atalar da sevindirsin ki, uşaqlar oğlum daxil olmandan sağ olsun, ondan pul zat istəməz. Neysə, əzizlərim. Bu arada bilirsiniz də, söyüşlərənlər falan qəşəng iş düşür. Lezzət. IP kodu tapacaqlar. Tək səhifə işlədənlərə deyil, səhifə işlədənlərə yazanlara da sağ olsun dövlətimiz qanun qüvvəyə minib. Yəni, təhqir ayrı, tənqid. Təhqir eləyənlər onsuz da öz ailə tərbiyələrini göstərirlər. Tərbiyə. Və ilk növbədə özlərinə hörmət etmirlər. Belə, mən getdim.